Deməli, biz bugün mexaniki iş mövzusuna baxırıq. Mexaniki iş nədir? Mexaniki iş A hərfi ilə işarə olunur. Deməli, A bərabərdir F vurulsun S kosinus alfa düsturu ilə təyin olunur. Mexaniki iş nədir? Cismə təsir edən qüvvə ilə yerdəyişmənin hasilinə bərabərdir. Mexaniki iş skalyar fiziki cəmiyyətdir, yəni ədədi qiyməti var, istiqaməti yoxdur və dediyim kimi A hərfi ilə işarə olunur. Belə bir cisim götürək. Bu cisimdə bu istiqamətdə bir F qüvvəsi təsir edir və bura bir alfa bucağıdırsa, onda biz bilirik ki, bucağa qonşu tərəfə deyirik F kosinus alfa. Onda digər tərəf olacaq nə? F sinus alfa. Onda deməli bu cisim müəyyən bir V sürəti ilə sağa doğru hərəkət eləyirdi və düsturumuz olur A bərabərdir Fs kosinus alfa. Buradakı alfa bucağı deyərsiniz nədir? Alfa qüvvə ilə yerdəyişmənin arasındakı olan bucaqdır. Səthə perpendikulyar olan sinusdur və paralel olan isə bu səthə perpendikulyar olduğu üçün F sinus alfa bu cisim deməli iş görmür. Səthə perpendikulyardırsa iş görmür. Səthə paralel olan F kosinus alfa isə bu yerdəyişməyə gördüyünüz kimi burada yerdəyişməyə paralel olduğu üçün iş görür. Ona görə də biz deyirik ki, A bərabərdir Fs kosinus alfa düsturu ilə təyin olunur. Mexaniki iş nə ilə ölçülür deyilərsə, gördüyünüz kimi qüvvəni ölçən cihaz dinamometrdir. Yerdəyişməni isə biz xəttkeşlə və yaxud da ölçü lenti, metra, ruletka hər birini deyə bilərik də. Bunların ikisini ölçən cihaz deməli mexaniki işi də təyin edilir. Məsəl üçün deyə bilərik ki, dinamometr və yaxud da dinamometr və ölçü lenti birlikdə mexaniki işi ölçür. Deməli, qüvvənin yerdəyişmədən asılılıq qrafiki altında qalan bucaq bizə görək nəyi verir? Buranı F göstərib, buranı S göstərərəmsə, buradakı fiqurun sahəsi nədir? Trapesiyadır. Çünki biz demişik ki, A bərabərdir F vurulsun S. Bu düsturu biz bucaq olmayanda istifadə eləyirik. İndi onlar deyəcəm sizə nə zaman istifadə edə bilərik bu düsturu. Onda bu gördüyünüz kimi F ilə S-in hasili digər soruşulan cəmiyyəti verirsə, onda bu xəttin altında qalan fiqurun sahəsi bizə həmin cəmiyyəti verir. Onda bu nədir burada? Trapesiyanın sahəsi düsturundan gedirik. S bərabərdir A plus B böl 2 vurulsun H düsturu ilə gedirik. Burada əgər qrafikimiz yuxarıdadsa, deməli onda A sıfırdan böyükdür. Əgər qrafik aşağıda da ola bilər. Yəni bunun heç bir fərqi yoxdur. Onda məsəl üçün belə tutaq ki, bizə gördüyünüz kimi bu mənfi S-dir. Onda deyirik ki, A sıfırdan kiçikdir. Bir sözlə burada A bərabərdir S fiqur, yəni fiqurun sahəsinə. Məsəl üçün bizə 2 fiqur verərsə belə F S qrafikində, tutaq ki, bunu buradan belə bir trapesiya verdi. Aşağıdan da belə bir trapesiya verirsə, bu S1-in sahəsi, bu da S2-nin sahəsi. Yəni heç bir fərqi yoxdur. Tutaq ki, bura mənfi alır, müsbət, bura daha doğrusu mənfi, yuxarı müsbət. Onda bu böyüyün qiymətindən kiçiyi çıxırıq və ümumi işi tapmış oluruq. Yəni iş mənfi ola bilər. İndi gəlin sabit əvəzləyici qüvvənin deməli işinə baxaq. Əgər qüvvə ilə yerdəyişmə eyni istiqamətdə olarsa, deməli neçə cür olur bu? 3 cür olur. Qüvvə ilə yerdəyişmə eyni istiqamətdə olarsa, onda deməli biz deyirik ki, alfa 0 ilə 90 arası qiymətlər alır. Burada 0 daxildir, 0 dərəcə, amma 90 daxil deyil. Onda bu zaman iş müsbət olur. 0-dan böyük olur. Cisim bərabər yeyinləşən hərəkət eləyir və
sürəti, impulsu, kinetik enerjisi bərabər yeniləşən olduğu üçün təbii ki, V artdığına görə P bərabərdir mV, onda P də artır. Y kinetik də bərabərdir mV kvadrat bölünsün 2 olduğuna görə Y kinetik də artır deyə bilərik. Şəkli isə belə göstərə bilərik ki, burada bu istiqamətdə VPS və bu qüvvəni də biz burada göstərəriksə, onda deyirik ki, A böyükdür 0-dan. Onda bərabər yeniləşən hərəkətdirsə, tutaq ki, VT qrafiki, PT qrafiki olacaq bərabər yeniləşən hərəkətin qrafikləri. Bəs ST, XT qrafikləri isə bildiyimiz kimi ST, XT qrafikləri necədir? Parabolik qrafiklərdir. Onda yenə də bərabər yeniləşən hərəkətin qrafiklərini götürə bilərik. Əgər xüsusi halımız var, xüsusi halımız nədir? Bayaq da bunu dediyim kimi deyəcəm sizə. Burada bucağı bizə 0 dərəcə verərsə, alfa bərabər 0 dərəcə olarsa, qüvvə və yerdəyişmə bir düz xətt üzərində olur. Gördüyünüz kimi bax bu formada. Və kosinus alfa 0 dərəcədə, deməli kosinus 0 dərəcədə 1 qiyməti alır. Onda düsturumuz A bərabər Fs kosinus alfa idi. Kosinusun yerinə 1 qoyarsa, düsturumuz sadəcə qalır. A bərabərdir Fs. Və çox vaxt, yəni 99%-də məsələlərdə bu tipdə verir. Yəni alfanı 0 dərəcə verir və biz də yerinə 1 qoyub, yəni düsturumuzu çox sadə Fs şəklində istifadə edirik. Digər halda isə, deməli, ikincidə, deməli, əvəzləyici qüvvə yerdəyişməyə perpendikulyar olarsa, yəni ki, belə göstərək bunu, burada VD, PD, ST, belə, qüvvə isə, məsəl üçün, F1 qüvvəsi, tutaq ki, F2 qüvvəsi, gördüyünüz kimi, burada perpendikulyarlıqdır. Bu zaman bayaqlamda dedim ki, perpendikulyar sözü gördünsə, yəni alfa bərabər 90 dərəcədirsə, onda burada iş 0-a bərabərdir, yəni A bərabərdir 0. Onda 0-dırsa, A bərabər 0-dırsa, cisim bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə də biz bilirik ki, V konstant. Onda V konstantdır, P də konstant olacaq, Y kinetik olan hər biri konstant olacaq. Yəni, məsələdə perpendikulyarlıq gördünsə, bir-bir, məsəl üçün, F-in də qiymətini verə bilər sənə, S-in də qiymətini verə bilər. Yəni, gətirib yerinə qoyub hesablama. Yəni, bil ki, perpendikulyar gördünsə, cavab olacaq 0. 0-dırsa, təbii ki, bizim VT qrafikimiz bərabər sürətli hərəkətdir. Onda sabitdir. Düz xətli bərabər sürətlinin qrafiklərini seçirik. Bir də ST, XT olacaq necə? Xətti düz aslı. Və yenə də dediyim kimi A bərabərdir 0 olacaq. Sonra üçüncü əvəzləyici qüvvə sürət impulsla əks istiqamətdə olarsa, yəni ki, alfa 90 dərəcə ilə 180 dərəcə arası qiymətlər alır. Sadəcə burada 180 bərabərdir. O birində 0-ı deyirdi. Burada isə 180 bərabərdir. Bu zaman deməli iş, yəni A 0-dan kiçik olur. Bu demək ki, mənfi iş görür. Yəni bu nədir? Bərabər yavaşayan hərəkətdir. Bərabər yavaşayan hərəkətdə biz bilirdik ki, cismin sürəti zaman keçirsən artırır. Sürət artırırsa P bərabər mV impulsu artır. Onda kinetik enerji də artacaq. mV kvadrat bölünsün 2-yə əsasən. Əks istiqamətdə olur. Məsəl üçün göstərək. VD, PD, ST bu istiqamətdədirsə, tutaq ki, qüvvə məsələn F1 bu istiqamətdə, məsəl üçün F2 ola bilsin bu istiqamətdə, F3 olsun bu istiqamətdə. Yəni biz bunların istiqamətin bir sözlə deyirik ki, sürətin əksinədir. Onda A 0-dan kiçik olacaq və biz deməli bərabər yavaşayan hərəkətin qrafiklərini çəkəcəyik. Bizdən bir yer tapım. Yaşıl rənglə göstərim sizə. VT qrafikləri bərabər yavaşayan və ST, XT qrafikləri bu qrafikin üzərində göstərirəm elə. Bərabər yavaşayan qrafikləri olacaq bu formada. Üzr istəyirəm. Deməli, XT, ST qrafikləri isə olacaq bərabər yavaşayan hərəkətin qrafikləri.
Sonra ağırlıq qüvvəsinin işi deyilərsə, deməli ağırlıq qüvvəsi hər zaman deməli kinetik enerjinin müsbət qiymətinə bərabər dəyişməsinə, potensial enerjinin isə mənfi. Onda olacaq mənfi delta Y potensial şəklində. O da bərabərdir. Bilirik ki, dəyişmə nədir? Y potensial 1 çıxılsın. Y potensial 2. Niyə 1-dən 2 çıxdım? Çünki qarşıdakı mənfiyə görə. Mənfi olmasaydı P2 çıxılsın, P1 yazardıq. Və yaxud da bunu belə də yaza bilərik. Mg vurulsun, H1 çıxılsın, H2 şəklində. Bu da bizə verəcək nə? Mg H. Buna bir deməli H deyəriksə, onda olacaq MGH şəklində. Deməli, mayl müstəvi üzrə hərəkətdə cisim əgər yuxarıya doğru hərəkət edirsə və burada bildiyiniz kimi F ağırlıq aşağıya doğru hərəkət edir, onda A bərabərdir mənfi MGH. Əgər mayl müstəvi üzrə hərəkətdə V-nin istiqaməti aşağıdırsa və ağırlıq qüvvəsi bu istiqamətdədirsə, onda deyirik ki, ağırlıq qüvvəsi müsbət iş görür, yəni müsbət MGH. Əgər perpendikulyar olarsa, deməli V bura, bu isə F ağırlıq perpendikulyar olduğu üçün A bərabərdir 0-a, yəni iş görülmür. Ümumiyyətlə, xarici qüvvənin işi deyəndə, ağırlıq qüvvəsinə qarşı xarici qüvvənin gördüyü iş potensial enerjinin dəyişməsinə bərabərdir. A xarici bərabərdir delta Y potensial, o da bərabərdir Y potensial 2 çıxılsın, Y potensial 1. Bu formada. Sonra sürtünmə qüvvəsinin təsiri altında deməli qüvvələrin işi var. Sürtünmə qüvvəsinin və müqavimət qüvvəsinin işi. Onda üfüqi müstəvi üzrə A sürtünmə bərabərdir mənfi F sürtünmə, hərəkət nəticəsində olduğu üçün vurulsun S. Burada deməli Fs idi. Burada işin yerinə F sürtünmə yazırıq. O da bizə verir mənfi μmg vurulsun S. Mayl müstəvi üzrə hərəkətdə A sürtünmə qüvvəsi bərabərdir yenə mənfi F sürtünmə vurulsun S. Burada sadəcə qüvvənin yerinə μndir. F sürtünmə bildiyiniz kimi. N də mayl müstəvi üzrə nəyə bərabərdir? Mg kosinus alfaya. Onda olacaq mənfi μmg kosinus alfa vurulsun S şəklində olur. Cisim bərabər sürətli hərəkət eləyərsə, onda biz deyirik ki, deməli A sürtünmə qüvvəsi bərabərdir mənfi F sürtünmə vurulsun S-ə və biz S-in yerinə nə yaza bilərik? V-ti. Bərabər sürətli hərəkətdə S-in yerinə nə yazırıq? V-ti. Onda olacaq V vurulsun T-yə. Və biz bunun qrafikini bu formada göstərə bilərik. Deməli, A-nın T-dən asılılığı. Bərabər yeniləşən hərəkət eləyirsə, cisim A sürtünmə bərabərdir. Biz S-in yerinə, burada S-in yerinə V0T plus AT kvadratı bölgü yaza bilərik. Onda düsturumuz olacaq mənfi F sürtünmə vurulsun V0T plus AT kvadratı bölünsün 2 şəklində. Bərabər yavaşlayan olarsa, onda buradakı plus aşağıdan qeyd edeyim, yəni minusdan yazırıq, olacaq mənfi. Sonra elastiklik qüvvəsinin işi var. Elastiklik qüvvəsinin işi potensial enerjinin yenə mənfi dəyişməsinə bərabərdir. A bərabərdir mənfi delta Y potensial. O da bərabərdir Y potensial 2 çıxılsın Y potensial 1. O da biz bunu Kx bölünsün 2 şəklində yazaq, qarşıya çıxardaq. Onda mütərizə qalacaq x1-in kvadratı çıxılsın x2-nin kvadratı şəklində. Ümumiyyətlə, deformasiya edilməmiş yayın uzanması və sıxılması zamanı elastiklik qüvvəsi mənfi iş görür. Deformasiya edilmiş yayın deformasiyası zamanı elastiklik qüvvəsi müsbət iş görür. Bir də yayın mütləq uzanması x1 bərabər x2 olarsa, deməli, biz deyirik ki, iş bərabərdir 0-a. Sonra dartı qüvvəsinin işi var. Dartı qüvvəsinin hər zaman hərəkətin istiqamətində olduğu üçün müsbət iş görür. Onda deyirik ki, A dartı bərabərdir, F dartı vurulsun S-dir.
bərabər sürətlə hərəkət eləyərsə S-in yerinə yenə VT yazırıq. Eyni dediklərimiz. Bərabər yeniləşən hərəkət eləyərsə S-in yerinə yazırıq V0T plus AT kvartı bölünsün 2. Yavaşlayandırsa onda bu düsturumuz olacaq minusla. Yəni siz vəziyyətə uyğun bu düsturları istifadə eləmiş olursunuz. Sonra reaksiya qüvvəsi var. Reaksiya qüvvəsi çox vaxt məsələlərdə bilirsiniz ki, sürətə perpendikulyar olduğu olur. Onda bu zaman biz deyirik ki, reaksiya qüvvəsinin işi sıfıra bərabərdir. Məsəl üçün, cisim bu formada V sürətinə hərəkət eləyirsə, onda burada bir deməli N reaksiya qüvvəsi var və gördüyünüz kimi bunlar bir-birinə perpendikulyardılar. Bu zaman deyirik ki, A bərabərdir sıfıra. İstər bu mail müstəvi üzrə olsun. Mail müstəvi üzrə də cisim V sürəti ilə yuxarı qalxır və burada hərəkətin bu istiqamətində, perpendikulyar istiqamətin N reaksiya qüvvəsi var. Yenə də görürsünüz ki, perpendikulyardır. Demişik ki, perpendikulyar oldusa A bərabər 0 olur. Sonra mərkəzə qasma qüvvəsinin işi var. Burada biz deyirik ki, çevrə bərabər sürətlə hərəkətdə əvəzləyici qüvvə sürətə perpendikulyar olur. Yadınızdadırsa, bunu çevrə üzrə hərəkətdə biz danışmışdıq. Xətti sürət bu istiqamətdə. A və F isə deməli, doğrusu A, F mərkəzə doğru idi. Gördüyünüz kimi perpendikulyardır. Onda biz də deyirik ki, bu zaman iş yenə nədir? Sıfıra bərabərdir. Deməli, kubu bir til ətrafında çevirmək üçün gördüyü iş, bu düsturları biz bilirik ki, demişdik ki, mc bölünsün 2, yenə də burada mc vurulsun A bölünsün 2 düsturundan istifadə edirik. Bu da belə. Sonra burada nə qaldı? Deməli, bunlar dedik. Gücü növbəti videoda izah eləyərəm.